Deməli, bugünkü mövzumuz Tunc dövrü. Bildiyimiz kimi Tunc dövrü 3 yerə bölünür. Hansılardır Yunis? Erkən tunc, ortunc, son tunc. Ay sağ ol. Birinci gələn mərhələ Erkən Tunc dövrüdür. Erkən Tunc dövrü neçənci minillikləri əhatə edir? 4-cü minlik 3-cü minin sonlarına qədər. Eradan əvvəl. Bəli. Erkən Tunc dövründə açar sözlər nədir? Deməli, erkən sözündə K hərfi var. K hərfi olduğuna görə biz burada K hərfi ilə və yaxud K hərfi ilə başlayan 4 hadisə sayacağam. Birinci bu erkən Tunc dövrü Kür-Araz mədəniyyət dövrü. Deməli, birinci K. İkincisi, kollektiv dəfn etmə adəti. İkinci K. Üçüncüsü, kurqan tipli qəbirlər. Üçüncü K. Dördüncüsü, köçmə maldarlıq. Köçmə maldarlıq, bax fikir verdin, dördü də K hərfi və yaxud da K hərfi ilə başladı. Yəni ikisi K, ikisi K hərfi ilə. Deməli, erkən Tunc dövründə bu köçmə maldarlıq yaylaq və qışlaq maldarlıqda düşsə, eynidir. Yəni köçmə maldarlıq iki cürdür. Ya yaylaqdır, ya qışlaqdır. Başqa nə var idi erkən Tunc dövründə? Süni suvarma sistemi yarandı, ən əsas. Biz bilirik ki, üst paleolitdə yaranan qəbilə quruluşu və yaxud ana xaqanlığı erkən Tunc dövrünə qədər davam etmişdi. Və erkən Tunc dövründə bunu Ata xaqanlığı əvəz etdi. Ata xaqanlığın dövründə də nə baş verdi? Bir neçə qəbilənin birləşməsindən tayfalar yarandı. Erkən Tunc dövründə ən mühüm xəritə suallarından biri odur ki, dini ibadətgahlar və yaxud da ki, xüsusi ibadət evləri. Bu hardadır? Bax, fikir versən, Xəzərin sahillərində Xaçmazda Sərkərtəpə. Xaçmaz Rusiya ilə sərhəddə. Bu xəritənin şərq tərəfində şimal-şərq hissəsidir bura. İkincisi, qərb hissəyə baxırıq. Qazaxda Baba Dərviş. Görürsən bu hissələri? Üçüncü, Naxçıvan ərazisində birinci Kültəpə və Maxda. Bir də sayıram. Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Künc rayonlarda, belə deyim, xəritəyə uyğun Künc rayonlar. Yuxarı hissədə Künc rayonlar. Deməli, Qazaxda Baba Dərviş, Naxçıvanda birinci Kültəpə və Maxda. Bu dini ibadət evləridir. Deməli, erkən Tunc dövrünün açar sözləri nə oldu? 2K, 2K hərfi ilə başlayan hadisələr, köçmə maldarlıq, kurqan tipli qəbirlər, kollektiv dəfn etmə və burada nə oldu? Kurqan tipli Kür-Araz mədəniyyət dövrü. Biz bildiyimiz kimi, əgərləri əkinçilik və maldarlığın qarşısında ibtidai və ilkin sözün görsək, ilk heyvandarlıq, əkinçilik, bu olsa mezolitdir. Əgərləri əkinçilik və maldarlıq əsas məşğuliyyət sahəsi, əsas burada açar sözdür, məşğuliyyət sahəsinə çevrilməsi görsək, bu neolitdir. Lakin əkinçilik maldarlıqdan ayrıldı, birinci ictimai əmək bölgüsü erkən Tunc dövründə. Erkən Tunc dövrü haqqında bu qədər. Növbəti mərhələ hansıdır? Orta tunc. Orta Tunc dövrü eradan əvvəl 3-2-ci minillikləri əhatə edir. Orta Tunc dövrü hansı hərflə başlayır? O hərfi ilə. İndi fikir ver. Boyalı qablar mədəniyyəti Orta Tunc dövrünə deməkdir. Bir də dulus sobaları və dulus ocaqları Orta Tunc dövrünə aiddir. Orta Tunc dövründə biz bilirik ki, əvvəl kənd yaranar. Deməli, bu yaranıb erkən Tuncda. Elə bu K hərfindən birində o. Amma şəhərlərin yaranması, ilkin şəhər mərkəzlərinin yaranması Orta Tunc dövründədir. Və bu Naxçıvan şəhərinin də əsası 4000 il bundan əvvələ qədər aiddir bu Naxçıvan şəhəri və ilkin şəhər mərkəzləri bu ərazidə olmuşdu. Naxçıvanda, Qarabağda Üzərlik təpə, Nərgis təpə, Naxçıvanda 2-ci Kültəpə, Oğlanqala və Urmiyada hansı idi? Göytəpə. Bunlar ilkin şəhər mərkəzləridir. Deməli, Orta Tunc dövrü O hərfi ilə başladığına görə boyalı qablar mədəniyyəti, sonra
Bu dövrdə boyalı qablar mədəniyyətindən sonra duluz sobaları və ocaqları görsək Orta Tunc dövründədir. Əgər ilkin şəhər mərkəzləri yaranıbsa, ticarət də yaranıb. Ticarətin yaranmağı Orta Tunc dövründədir. Orta Tunc dövründə bildiyimiz kimi ikinci ictimai əmək bölgüsü baş verdi. Yəni bu zaman sənətkarlıq müstəqil sahəyə çevrildi. Əgər sənətkarlıqdan sonra müstəqil sözü burada açar sözdür. Bu Orta Tunc dövrünə aiddir. Orta Tunc dövründə əmlak və sosial bərabərsizlik artdı, süni suvarma sistemi artdı. Yadında bir şey saxla. Yeni sənət sahələri olsa, duluzçuluq, sənətkarlıq, saxsı qabların istehsalı, göndərişləmə, yeni sənət sahəsi olsa neolitdir, neolit dövründə. Yəni yeni daş dövründə. Amma yeni təsərrüfat sahələri sözü olsa, bağçılıq, bostançılıq, şərabçılıq, meyvəçilik bu hansı dövrdür? Orta Tunc dövrünə aiddir. Orta Tunc dövründə də bu qədər. Keçirik növbəti Son Tunc dövrü. Son Tunc dövründə, Erkən Tunc dövründə bir şey demədim. Deməli, Erkən Tunc dövründə biz bilirik ki, toxa əkinçiliyi neolitdə yaranmışdı. Neolitdə inkişaf etdi, inkişaf dövrüdür. Toxa əkinçiliyi süqut etdi, yəni Erkən Tuncda onu əvəz elədi xış əkinçiliyi. Əgərləri testə düşsə, əkinçilikdə qoşqu heyvanlarından istifadə olunması bu olacaq Erkən Tunc dövründə. Amma əkinçilikdə atdan istifadə olunması, atdan qoşqu vasitəsi, ata sitayiş ayini bu Son Tuncdur. Son Tuncda 3-cü ictimai əmək bölgüsü baş verdi. Sənətkarlıqdan sənətkar tacirlər qrupu ayrıldı və bunun nəticəsində 3-cü ictimai əmək bölgüsü baş verdi. 3-cü ictimai əmək bölgüsü baş verən dövr, yəni Son Tunc eradan əvvəl 14, 14-ün yarısı neçədir? 7. 7-ci əsrləri əhatə edir. Eradan əvvəl 7-ci əsrdə nə baş vermişdi? Yunanıstanda gümüş pullar kəsilmişdi. Azərbaycana Kimmer skitsaklar gəlmişdi. Eradan əvvəl 7-ci əsr və eradan əvvəl 7-ci əsrdə nə baş verir? Dəmirdən geniş istifadə olunmuşdu. Son Tunc dövründə təpəgöz qalalar, müdafiə tikili qalalar inşası bu dövrə aiddir. Son Tunc erkən dəmir dövründə ayaqla hərəkətə gətirilən duluz çarxından istifadə olundu. Tayfa birlikləri yarandı. Bax fikir versən, tayfa yarandı Erkən Tunc, ittifaqları Orta Tunc, birlikləri Son Tunc. Bu yarandı Son Tunc dövründə. Son Tunc dövründə başqa nə hadisələr baş verir? Deməli, dedik, ayaqla hərəkətlənən duluz çarxından istifadə. Yəni, Son Tunc erkən dəmir bir yerdə getdiyinə görə artıq su yolu ilə bəzi dövlətlərlə gəmi vasitəsilə əlaqələr yaradılırdı. Və Assuriya ilə ticarət əlaqələri yaradılmışdı. Bu da Xocalıda. Bax, Xocalı ərazisi burada yerləşir. Buranı görsən, mavi göstərilən yer. Burada Xocalı ərazisində Adad-Nenarın adına muncuq tapılmışdı. Bu da Assuriya ilə iqtisadi, sosial əlaqələri göstərirdi. Və ibtidai icma quruluşu bundan sonra dağılmağa doğru gedirdi və ibtidai icmadan sonra bunu əvəz edəcək quldarlıq quruluşu.